Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibatu lil muttaqin ve la udvana illa alel zalimin. Ves salatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefqahu qawli, amma ba'd. Deməli biz Bədir savaşından bəhs etdik və Bədir savaşından sonra nələr yaşandı bundan bəhs etdik. Bu gün isə Allah azza və cəllə nəsib edərsə Mədinənin içərisində nələr dönürdü? Mədinənin içərisində Peyğəmbər sallallahu aleyhi və səlləmə düşmənçilik edənlər kimlər idi? Və tam olaraq bunlar nə istəyirdilər? Bunlardan bəhs edib ibrətləri çıxardacağıq. Peyğəmbər sallallahu aleyhi və səlləmə 4 sinif insan düşmənçilik edirdi. Onlardan birincisi bədəvilər idi. Bədəvilər 1. Muhammeddən qorxulmaması gərəkdiyini insanlara göstərmək istəyirdilər. 2. Peyğəmbər sallallahu aleyhi və səlləmdən qənimət əldə etmək istəyirdilər. 2. Yahudilər. Onlar açıqdan Rasulullah sallallahu aleyhi və səlləmə düşmənçilik edirlər. 3. Münafiqlər. İlk əllərinə fürsət düşən kimi Rasulullah sallallahu aleyhi və səlləmə düşmənçiliklərini izhar edirlər. 4. Məkkəli müşriklər intiqam almaq istəyi ilə Peyğəmbər sallallahu aleyhi və səlləmə düşmənçilik edirlər. Bədəvilərdən Süleym oğulları Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı ordu çıxartmaq istəyirlər. Aleyhissalatu vesselam bunu eşidər-eşitməz aleyhissalatu vesselam bir ordu hazırlayır. Daha onlar çıxmamışdan aleyhissalatu vesselam onların yerinə hücum edir. Onları qovur və Allah Resulü aleyhissalatu vesselam 500 dəvə onlardan qənimət əldə edir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də o yerdən qayıtmır. Yenə Bədirdə olduğu kimi aleyhissalatu vesselam 3 gün orada qalır və ta ki digər insanlara öz gücünü göstərməkdən dolayı ki, onlar da hədlərini bilsinlər. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm geri gəlir. Tam bu əsnada Məkkədə Umeym adlı birisi Safvan ilə arasında bir danışıq olur. Bu adam deyir ki, əgər birisi mənim borclarımı üstlənsə və aləmə də sahib çıxsa, mən Muhammədi öldürərəm deyir. O da deyir ki, elədirsə, sənin borclarını mən üstləndim, sənin ailənə də mən sahib çıxacam deyir. Get deyir, Muhammədi öldür. Adam Mədinəyə doğru yola çıxır. Tam məscidə gəlib girəcəyi əsnada Ömər radiyallahu anh bu adamı görür. Diqqət edin. Yaxınlaşır, ona deyir ki, ey xəbis deyir. Səndə deyir, mən bir pislik görürəm deyir. De görüm deyir, bura sən niyə gəlmirsən deyir. Diqqət edin, bu adam məscidə ibadət etməyə gəlir. Zahirən müsəlmanların cildindədir. Müsəlmanlara salam verir, namaz qılmaq üçün məscidə gedir. Amma sahabənin gözündə bir itilik var. Hani öncəki dərslərdə demişdik, kim Allahın hədlərini qoruyarsa, Allah azza və cəllə onun gözünə bir itilik vermiş olar. Sahabə belə düşünmür. Yəni bu günləri baxın, bəzi insanlar hüsn-ü zənni yanlış anladılar. Ha belə müsəlmanlara zərər vuran insanlar haqqında yox, biz yaxşı zəndə olacaq dedilər. Biz pis zənn eləyə bilmərik dedilər. Ha belə o insanlar müsəlmanlara zərər vurdular və zərər vurmağa da davam edirlər. Hüsn-ü zənn demiş olduğumuz şey bu deyil. Baxın Ömər radiyallahu anhu nə etdi? Ömər radiyallahu anhu gəldi və adamı tutdu. Dedi ki, ey xəbis, de görüm sən bura nə üçün gəlmirsən? Sənin üzündən yaxşı bir şey yağmır. Sən bura pis bir niyyətlə gələn adama oxşayırsan. Ömər radiyallahu anhu gətirir onu Rasulullah sallallahu aleyhi və səlləmin yanına. Məlum olur ki, bu adam Rasulullah sallallahu aleyhi və səlləmi öldürmək üçün gəlmişdi. Diqqət edin, sahabənin gözündə necə bir itilik var. Onlar Allahın hədlərini qoruduğundan dolayı Allah azza və cəllə onların gözlərinə bir itilik vermişdir. Çünki insan nə qədər günahlardan çox çəkinərsə, çünki insan nə qədər çox Allahdan qorxarsa, Allah onun gözünə bir itilik verər. Çünki cəza əməlin cinsinə görədir. Biz çox Allaha gözlərimizlə asilik etdiyimizdən dolayı, biz başqa günahlara düşdüyümüzdən dolayı Allah bizim gözümüzdə olan itiliyi almışdır. Biz Allaha azza və cəlləyə onun razı qaldığı şəkildə, razı qalacağı şəkildə qulluq etmədiyimizdən dolayı Allah azza və cəllə bizdə olan o bəsirəti, bizdə olan o itiliyi, bizdə olan o zəkanı Allah azza və cəllə bizdən çəkib almışdır. Ona görə insanlar gəlirlər, müsəlmanlara zərər vururlar. Müsəlmanlar isə hələ də biz hüsn-ü zənn etməliyik adı altında bu kimi insanlara aldanırlar. Rasulullah sallallahu aleyhi və səlləm ona deyir ki, de görüm sən bura niyə gəldin? Adam deyir ki, ey Muhammed, mən bura oğlum əsirdir, ondan dolayı gəldim. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, xeyr, sən yalan danışırsan deyir. Məgər sən falan adamla falan məntəqədə belə bir şeylər danışmadın mı deyir. Onda adam deyir ki, həqiqətən də şahidlik edirəm ki, deyir, sən Allaha Rəsulusan və həmin adam orada Peyğəmbər sallallahu aleyhi və səlləmə iman gətirir. Ömər radiyallahu anhu deyir ki, bir anda deyir, yer üzərinin ən şərli insanı mənə ən sevimli olmağa başladı. Diqqət edin, yer üzərinin ən şərli insanı mənim üçün o an ən sevimli insan olmağa başladı deyir. Çünki sahabənin yanında Allah üçün sevmək və Allah üçün buğz etmək budur. Yəni bir insan Allahın dininin düşmənidirsə mən ona buğz edəcəm.
Eğer o insan Allah'a iman etti, Allah'a teslim olduysa o benim dostumdur. Yer üzerinin deyir, en şerli insanı gözüme görsenen bu insan bir anda mənə en sevimli insan olmağa başladı. Həqiqətən Allah üçün sevmək və Allah üçün nifrət etmək budur. Yəni onun məqamına görə yox, onun puluna görə yox, onun şanına, şöhrətinə görə yox. Sadəcə və sadəcə Allah düşmənisən, mən sənə düşmənəm. Sən Allah dostusan, mən sənə dostam denilməsi gerəkən sahabədə görmüş olduğumuz şey budur. Baxın, bu adam iman gətirər gətirməz İlk istemiş olduğu şey nedir? Ey Allah'ın Resulü, icazə ver. Mən geridə qalan insanlara gedim. Öz dostlarım var, öz yaxınlarım var. Onlara bu dini çatdırım. Sənin Allah'ın Resulü olduğunu onlara çatdırım. Sahabə iman edər etməz ağlına ilk gələn düşüncə nədir? Mən öz yaxınlarımı bu dinə dəvət etməliyəm. Mən öz yaxın əqrabalarımı, dostlarımı, tanışlarımı bu dinə dəvət etməliyəm. Baxın, sahabədə, diqqət edin, bundan öncə və bundan sonra danışacağımız sahabələrdə bu əzmi, bu istəyi görmək rahat bir şəkildə mümkündür. Onlar iman gətirər gətirməz İlk yadlarına düşən onların dostluq etmiş olduğu insanlardır. Amma bugün təəssüflər olsun. Baxırıq ki, biz nəinki dostlarımız, tanışlarımız, insan anasını İslam'a dəvət etməyə həris deyil. İnsan atası Müslüman deyil. Müslümanlığa düşmən, İslam'a düşmən, Allah'a düşmənçilik edir. Belə bir atasını, belə bir anasını Allah'ın dininə dəvət etməyə əzm göstərmir. Onun belə bir dərdi yoxdur. Yəni adama deyirsən ki, sən nə zaman ananı dəvət etmisən, sən nə zaman atanı dəvət etmisən, bəlkə 5 il öncə, bəlkə 10 il öncə və yaxud da adam deyir ki, mən danışdığım zaman onlar məndən üst çevirirlər və s. Yəni adam həris deyil onu dəvət etməyə. Amma sahabədə görmüş olduğumuz ən bariz özəlliklərdən birisi nədir? Onlar Allaha iman edər etməz. Resulullah sallallahu aleyhi və səlləmin Allahın Resulunu Resul olarak təsdiq etdikdən sonra ilk ağıllarına gələn şey geri qayıdıb və öz bəldələrində olan insanları İslam'a dəvət etmək olur. Və ikincisi dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə açıqdan düşmənçilik edən Yahudilər var. Onlar sahabənin bir arada əyləşdiyini gördüyü zaman ora bir nəfər göndərir. Onlarla danışmağa başlayır. Hani siz düşmən idiniz? Hani xatırlayırsınız o falan döyüşdə siz qarşı-qarşıya gəldiniz? Hani xatırlayırsınız sizin qəbilənizdən neçə nəfəri öldürdü? Və sahabə arasına fitnə toxumları səpməyə başlayırlar. Diqqət edin. Necə də kafirlərin özəlliyi dəyişmir. Ha belə müsəlmanlar arasına, ha belə baxırsan ki, bir yerdə müsəlman topluluq var, onlar qardaşdılar. Cismindən, rəngindən ayırt etmədən, yerlilik etmədən, yerlipərəstlik etmədən müsəlmanlar bir bədən kimi bir araya gəliblər. Lakin baxırsan ki, cahiliyyə toxumu olan insanlar içərisində hələ cahiliyyə qalıntısı və yaxud da bu Yahudilərin etdiyi kimi Yahudilərdən birisinin göndərməsi ilə müsəlmanlar arasına fitnə toxumu səpir, müsəlmanların qəlblərini bir-birlərinə düşmən edirlər. Və Yahudilər bunu edirlər də. Sahabə orada biraz o danışır, biraz bu danışır, bir-birlərinə tam savaş açacaq yenidən bir hala gəlirlər, səslərini qaldırırlar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bunu gördüyü, bu mənzərəni gördüyü zaman onlara xatırladır. Allah azza və cəllənin onlara necə bir nemət verdiyini, Allahın onları necə qardaş etdiyini Peyğəmbər sallallahu aleyhi və səlləm onlara xatırladır və bu məsələ də bu şəkildə həll olmuş olur. Sonra Yahudilər müsəlmanlarla ticarət edirlər. Ticarət etdikdən sonra deyirlər ki, siz İslam oldunuz. Yəni siz atalarınızın dinini tərk etdiniz. İslam da özündən öncəki olan şeyləri silir. Yəni madəm siz belə düşünmürsünüz, İslam özündən öncə olan hər bir şey silir. Tamam, sizin artıq bizimlə sizin aranızda borc da yoxdur. Yəni aldıqları borcları, aldıqları malların qarşılığını nə etmirlər? Sahabəyə qaytarmamağa başladılar və bu şəkildə də müsəlmanları maddi olaraq sıxıntıya salmağa başladılar. Və sonra Yahudilər nə edirlər? Müslümanların azanları ilə, iqamələri ilə istehza etməyə başlayırlar. Subhanallah, insan düşündüyü zaman necə əcaib bir şeydir. Heç mi kafirlərin halı dəyişməz? Necə Allah azza və cəllə deyir ki, sanki bunlar bir-birlərindən bunu miras aldılar. Yəni sanki bir-birlərindən bu əxlaqsızlıqları, bu tərbiyəsizlikləri bir-birindən miras alırcasına bir sonrakılara ötürüblər. Görürük, şahid oluruq ki, o gün müsəlmanların azanı ilə istehza edib, iqamələri ilə istehza edən insanlar həqiqətən də bu gün də müsəlmanların azanları ilə, iqamələri ilə, məsələn, internetdə açdığımız zaman baxırıq, görürük ki, ha belə bir dinlə istehza var, ha belə saqqalla istehza var, Quran ilə istehza var, azan ilə istehza var, bir ələ salma var. Səbəb kafirlərin əsli də belə olub, o kafirlərin babaları da belə olub, o kafirlərin ataları da belə olub. Sanki onlar bir-birlərindən bunu miras alıblar. Bugün müsəlmanlar o hadisələrə şahid olduğu kimi, bugün də biz kafirlərin necə müsəlmanlarla istehza etdiyinə apaçıq bir şəkildə şahid oluruq. Və həqiqətən də necə elm əhlindən birisinin dediyi kimi, əgər sən haqq əhlinin harada olduğunu bilmək istəyirsənsə, haqqın kimin yanında olduğunu bilmək istəyirsənsə, bax gör kafirlərin oxları kimlərə tərəfdir, bax gör kafirlərin dilləri kimlərə tərəfdir, o zaman deyir sənə haqq əhli bəlli olacaq. Yahudilər
ha belə İslam ilə istehza etmişlər, ha belə Müslümanlarla istehza etmişlər. Biz bu gün də bunun apaçıq şəkildə şahidi oluruq. Və bu durumda istehzalar artdığı zaman Peyğəmbər sallallahu aleyhi və səlləm ən son onlara deyir ki, Məkkəlilərin başına gələn sizin başınıza gəlmədiyi müddətcə siz rahatlamayacaqsınız. Onlar da Allah Resulü sallallahu aleyhi və səlləmə deyirlər ki, ey Muhammed, sən savaşan bir qövm görməmsən. Hani sən Məkkəlillərə qələbə çaldın, amma onlar savaşan bir qövm deyirlər demək istəyir. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözünün qarşılığında sən savaşan bir qövm görməmsən deyirlər. Tam bu əsnanın içərisində belə bir hadisə yaşanır. Yahudilər bir Müslüman qadın onların arasından bazara gedib onlarla alış-veriş etdiyi zaman Yahudilər deyirlər ki, qadına üzünü aç. Qadın da deyir ki, mən üzümü açmaram. Qadından üzünü aç dediği zaman qadın üzümü açmaram deyir və bu zaman Yahudilər onun paltarını bir yerə ilişdirirlər. Qadın getmək istədiyi zaman qadının paltarı qalxır və bu əsnada sahabənin birisi onlara hücum edir. Onlarla savaşır və sahabəni də orada şəhid edirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm bu hadisə qarşılığında aleyhissalatu və səlləm bir ordu hazırlayır. Yəni, təsəvvür edin, Yahudilər Müslümanların qadınlarından birisinə sataşıblar. Aleyhissalatu və səlləm bundan dolayı ordu hazırlayır. Peyğəmbər sallallahu aleyhi və səlləm hansı ki sən savaşan bir qövm görməmsən ey Muhammed deyən Yahudilər aleyhissalatu və səlləm ordu ilə onların üzərinə gəldiyi zaman onlar qalalarına çəkilirlər və tam 15 gün boyunca oradan çıxmırlar. O zaman Abdullah ibn Ubey gəlir deyir ki, ey Muhammed, onların mənim üzərimdə yaxşılığı olub, onları tərk et, onları bırax. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, onları bir şərtlə bıraxaram, buradan çıxıb gedəcəklər. Aleyhissalatu və səlləm onların mallarını götürür və onları da aleyhissalatu və səlləm sürgün edir. Baxın, bir neçə gün öncə Peyğəmbər sallallahu aleyhi və səlləmə sən savaşan bir qövm görməmsən deyən insanlar qalalarına çəkilirlər, 15 gün qorxularından oradan çıxmırlar, ən sonda sürgün olmaq şərti ilə oradan çıxıb gedirlər. Yəni, bu kafirlərin halı, əhvalı heç dəyişməzmi? Yəni, bir kafir qövmün, bir kafir topluluğun halı, əhvalı heç mi dəyişməz? Bugün də məgər elə deyil, kafirlər danışdıqları zaman yeri göyü titrədəcəklərini, yeri göyü titrədirlər. Yəni, bir tərəfdə baxırsan ki, bir kafir topluluğu Yahudilərə baxırsan, bir tərəfdə Yahudilərin zülm etdiyi insanlara baxırsan, yəni insan halı, əhvalı heç mi dəyişməz? Yəni, insanların durumu, halları heç mi dəyişməz? Yəni, qarşısında olan insana baxıb, yəni əlində daş olan insandan necə bir insan qorxar? Baxırıq ki, həqiqətən də kafirlərin qəlblərində bir qorxu var və o qorxu ilə də yaşayırlar və Yahudilər o qorxu ilə yaşayıblar və o qorxu ilə də yaşamaqdadırlar. Peyğəmbər sallallahu aleyhi və səlləmin dönəmindən də buna apaçıq bir şəkildə şahidlik etmək mümkündür. Və bura qədər oxuduğumuz, bura qədər anladığımız çox mühüm olan bir şey var. Demək ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin 3 dönəmi var. O dönəm hansı dönəmdir? Bir, Məkkə dönəmini xatırlayın. Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabına əziyyət edilir, aleyhissalatu və sələmə əziyyət edilir. Lakin aleyhissalatu və sələm insanlara səbri tövsiyə edir. Səbr edin, sizin üçün cənnət var deyir. Orta dönəmə gəlirik, Müslümanların yeni güclənməyə başladığı bir dönəmdə aleyhissalatu və sələm çox ciddi olmadığı müddətcə, namus məsələsi olmadığı müddətcə, Müslümanlara çox ciddi bir zərər gəlmədiyi müddətcə aleyhissalatu və sələm kafirlərə baş qoşmur. Əksinə onlarla onları uyarır. Baxın, Məkkəlilərin başına gələn sizin də başınıza gəlmədən bu işlərdən əl çəkin deyir. Onlara xəbərdarlıq edir. Kafirlər anlamadıqları zaman və yaxud da çox ciddi bir əməl etdikləri zaman, hani artıq namus məsələsidir, artıq Müslümanların qadınına sataşılıb, o zaman Peyğəmbər sallallahu aleyhi və səlləm müdaxilə edir. Üçüncüsü, Peyğəmbər sallallahu aleyhi və səlləmin Mədinədə artıq Mədinə İslam dövlətinin qurulduğu, Müslümanların güc sahibi olduğu və Tövbə surəsinin nazil olmuş olduğu bir dönəm. 3 dönəmdə baxırıq Peyğəmbər sallallahu aleyhi və səlləmin hər dönəm üçün öz fikri var. Hər dönəm üçün məsələlərə yaxınlaşma tərzi var. Amma təəssüflər olsun ki, bu günləri İllə mən rahimallah, Allahın rəhm etdikləri istisna, bu günləri biz şahid oluruq. Görürük ki, əksər müsəlmanlar bu 3 dönəmi bir-birlərinə qarışdırırlar. Tövbə surəsində olan ayələri Məkkə dönəmində olan dönəminə tətbiq edir və ya Müslümanların orta dönəm demiş olduğumuz dönəmə tətbiq edir və ya orta dönəmini alır, zəif olduğu dönəmə tətbiq edir. Bu da onu göstərir ki, Müslümanlar həqiqi mənada Rasulullah sallallahu aleyhi və səlləmin siyərini bilmirlər. Aleyhissalatu və sələmin atmış olduğu addımı ata bilməyən insanlar hər zaman uduzmağa məhkumdular. Hər zaman zərərə düşməyə məhkumdular. Hər zaman ümməti zərərə soxmağa məhkumdular. Ona görə Müslüman insan
Peyğəmbər sallallahu aleyhi və səlləmin addım izindən əsla və əsla çıxmaması gerekir. Sən Tövbə surəsində olan ayələri Məkkə dönəmindəki kimi yaşayıb, Tövbə surəsində olan ayələri Mədinənin ayələrini gətirib Məkkə dönəmində yaşamış olduğun bir dönəmdə tətbiq edə bilməzsən. İnsan öz ortamını, insan öz yaşadığı durumu, halı, əhvalı təyin etməlidir. Mən hansı dönəmdə yaşayıram? Müslümanların zəif olduğu, hər gələni müslümanların başına vurduğu bir dönəmdə mi yaşayıram, yoxsa Mədinə dönəmində mi yaşayıram? Bunu təsbit etdikdən sonra Müslüman insan Tövbə surəsində olan ayələri oxuyub, Mədinə dönəmində nazil olan ayələri oxuyub, özünü Məkkə dönəmindəki kimi hiss edib bu ayələri tətbiq edərsə, hər şey bir-birinə qarışar. Ona görə Müslüman insan Rasulullah sallallahu aleyhi və səlləmin həyatını bilməlidir. Gərəkliyi zaman susmasını bilməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu yerdə sustu. Aleyhissalatu və səlləm bu yerdə danışdı. Aleyhissalatu və səlləm bu yerdə qəzəbləndi. Aleyhissalatu və səlləm bu yerdə təbəssüm etdi. Hamısını insan bilməlidir ki, ta ki o kişinin izindən çıxmasın. Çünki Allah subhanahu wa ta'ala onu bizim önümüzə bir rəhbər olaraq təyin etmişdi. Amma bunu etməyən insanlar, ha belə görürsən ki, ortalığı bir-birinə qarışdırırlar. Bunu etməyən insanlar, ha belə görürsən ki, məsələləri bir-birinə qarışdırırlar. Belə olduğu halda da heç bir zaman insan xeyir əldə edə bilməz. Heç bir zaman insan xeyrə çata bilməz. Ona görə siyərin bizim həyatımızda ən böyük faydalarından birisi də elə məhz budur ki, insan harda, necə davranacağını bilsin. Dəvət dönəmindəykən Peyğəmbər sallallahu aleyhi və səlləm insanlarla necə müamilə etdi? Diqqət edin, kimsə Peyğəmbər sallallahu aleyhi və səlləmi qorxaqlıqla ittiham edə bilərmi? Peyğəmbər sallallahu aleyhi və səlləm Abu Bakrə desəydi, Ömərə desəydi, Əliyə desəydi, başqa sahabələrinə desəydi, məgər Peyğəmbər sallallahu aleyhi və səlləm qisas ala bilməzdimi? Məgər Peyğəmbər sallallahu aleyhi və səlləm onunla istehza edənlərə qarşı savaşa bilməzdimi? Əlbəttə savaşardı, əlbəttə qisas ala bilərdi. Peyğəmbər sallallahu aleyhi və səlləm üçün canını ortaya qoyacaq insanlar var idi. Hətta gəldilər Peyğəmbər sallallahu aleyhi və səlləmə dedilər ki, ey Allahın Rəsulü, nə zamana qədər? Ey Allahın Rəsulü, bıraq biz onlara qarşılıq verək, bıraq biz onlara cavab verək. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, mən bununla əmr olunmadım. Mən bununla əmr olunmadım. Peyğəmbər sallallahu aleyhi və səlləm əmr olunmadığı bir şeyi insanlardan çəkindirir və aleyhissalatu və səlləm nə ilə əmr olunubsa insanlara onunla müamilə edir. Peyğəmbər sallallahu aleyhi və səlləm dəvət dönəmindəykən insanlar onlarla necə müamilə etdi? Peyğəmbər sallallahu aleyhi və səlləm diqqət edin, baxın burası çox önəmlidir. Hətta bəzən münafiqlərə qarşı belə Peyğəmbər sallallahu aleyhi və səlləm sükut etdi. Peyğəmbər sallallahu aleyhi və səlləm münafiqləri öldürmədi. Səbəb nə idi? İlləti nə idi? Çünki deməsinlər ki, Muhammed öz əshabını öldürür. Diqqət edin, Rasulullah sallallahu aleyhi və səlləm necə də hikmətli bir kişidir. Diqqət edin, Peyğəmbər sallallahu aleyhi və səlləm harda, nə zaman, necə davranacağını ən gözəl bilən bir kişidir. Bizə də düşən şey nədir? Aleyhissalatu və səlləmin sustuğu yerdə susmaq, dəvət etdiyi yerdə dəvət etmək, qəzəbləndiyi yerdə də qəzəblənməkdir. Əgər biz bunu etməsək, biz bunu öyrənməsək, o zaman nə olacaq? Hər eşitdiyimiz şeyi din zənn edəcəyik, hər eşitdiyimiz şeyi hər yerdə demə gərəyi hiss edəcəyik və yaxud da hər eşitdiyimiz şeyi din zənn edib insanlara o cür anlatacağıq, hər şeydə bir-birinə qarışacaq. Məkkə və Mədinə dönəmini bir-birinə qarışdırdın mı? Zaten məsələ bitmişdir, ortalıq bir-birinə qarışmışdır. Və axiru davana elhamdülillahi rabbil alemin.